Bəlkə də ən böyük şəxsi inkişaf tələsi elə şəxsi inkişafın özüdür. Şəxsi inkişaf videoları və kitabları bizi düşündüyümüz qədər inkişaf elətdirmir. Əksinə hətta deyərdim ki, bu bizi olduğumuz yerdə saxlayır. Çünki biz davamlı öyrənirik, qeydlərimizi aparırıq, motivasiya oluruq, lakin bu bizim həyatımıza nə qədər təsir eləyir və yaxud da beynimizə belə bir sual da gələ bilər ki, bunların neçəsini biz həyata keçiririk? Bir növ sanki biz beynimizə mən inkişaf eləyirəm hissini veririk, lakin əslində biz inkişaf eləmirik. Biz inkişaf eləməyə hazırlaşırıq. Bir növ hazırlıq prosesindəyik, hazırlanırıq, plan qururuq, öyrənirik. Lakin bunun hərəkət hissəsi çatışmır. Və burada biz belə bir situasiya yaranır ki, biz sanki özümüzü məhsuldar hesab edirik. Lakin buradakı situasiya sadəcə biz daha çox şəxsi inkişaf kontenti istehlak etməyə başlayırıq və bu da bizi məhsuldar hesab eləməyimizə gətirir, çıxardır və biz əslində yerimizdə sayırıq. Əgər hər gün və yaxud da davamlı olaraq şəxsi inkişaf kontenti izləyirsənsə, istehlak eləyirsənsə, bir dəqiqə dayan və özündən soruş ki, mən həqiqətən dəyişmişəm, yoxsa sadəcə hazırlaşıram və daha çox dəyişmək haqqında məlumat toplamışam? Bunun artıq biz nəticələrinə gəldikdə isə, bunun əsas fəsadları nədir deyə soruşduqda isə, bu tamamilə başqa bir video mövzusu olduğuna görə bunu artıq part 2-yə saxlayıram. İzləmədə qalın ki, part 2-dən də xəbərdar olasınız.